10 iyun Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin Milli Qurtuluş gününə həsr olunmuş Azərbaycanın Qurtuluş Salnaməsi adlı hesabat konserti baş tutub. Məqsəd Azərbaycan xalqının müstəqillik yolunda keçdiyi şərəfli tarixi, dövlətçilik ənənələrinin möhkəmləndirilməsini və Milli Qurtuluş gününün ölkəmizin ictimai-siyasi həyatındakı mühüm rolunu bədii vasitələrlə tamaşaçılara çatdırmaq olub. Bu bir il ərzində məktəb böyük uğurlara imza atmış, beynəlxalq layihələrdə fəal iştirak etmiş, ölkə daxili 31 tədbir həyata keçirdərək uğurla çıxış etmişdir. Eyni zamanda 14 beynəlxalq müsabiqədə iştirak edərək bizim şagirdlərimiz çoxsaylı mükafatlarla təltif olunaraq birinci yerlərə belə layiq görülmüşlər. Dirijor Mustafa Mehmandarovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə bir-birindən mürəkkəb, dünya və Azərbaycan klassik musiqi nümunələrinin əsrarəngiz əsərləri bizim istedadlı şagirdlərimizin ifasında səslənəcəkdir. Müslümə Qamayeva adına Dövlət Filarmoniyasında ikinci çıxışım olur və mənə çox xoş olur ki, mən Dövlət Filarmoniyasında iştirak edirəm. Bugün uşaqlığımın arzusu olan Azərbaycan Dövlət Simfonik Orkestri ilə ilk çıxışımdır. Artıq mən bunu reallaşdırıram. Azərbaycanın iki dahi bəstəkarı olan Elmira Nəzirova və Fikrət Əmirovun birgə yazdığı ərəb mövzularında konsertin ikinci-üçüncü hissələrini ifa edəcəm. Azərbaycanın Qurtuluş Salnaməsi layihəsi Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin hesabat xarakterli ən mühüm tədbirlərindən biri olmaqla yanaşı, gənc nəslin milli tariximizə, mədəni irsimizə və dövlətçilik ənənələrimizə bağlılığının nümayişi kimi də xüsusi əhəmiyyət daşıyır.